Biri yatmış quru yerdə bədəni yara vurub, biri 100 milyonu qalı içəni divara vurub. Vay be. Budur dərd. Fikr-i zillət nədir? Fəhşa olu fəsadə. Fəqr olmasa fəhşa gələ bilməz bu biladə. Fəqr olmasa xəlqin günü gündən qara gəlməz. Bir yerdəki fəqr olmasa fəhşa bara gəlməz. Bir kəs ki gecə sübhə kimin ac yatacaqdı, namusinə də müştəri gəlsə. Allah başı. Bir dəvəli ah çəkib qan tükürürlər. Bir de bu beyefendi. Biri də həram olsa, helal olsa qatırlar. Bir iddə məaş eyləməyə kuluyə satırlar.